Gedin mis şəhərə, bir şəhərə. İhbitunun mənası da düşmək mənasındadır. Burada getmək mənasında vermək olar. Gedin bir şəhərə. İhbitu həbitə feilindəndir. Salim feillə qrupuna aiddir. Feilin təkidi formasındadır. İhbitu, yəni siz gedin. İkinci şəxsin cəmindədir. Mısran şəhərə təsirli halındadır. Niyə görə təsirli halındadır? Çünki İhbitu təsir elədi, Mısranı saldı təsirli halına. Fə innə ləkum mə səəltum. Fə innə ləkum. Sizin üçün orada axtardığınız şey vardır. Fə innə, fə bağlayıcı, innə modal sözdür həqiqətən. Ləkum sizin üçün, əslində ləkum likum idi və qrammatik qayda qanunlara görə oldu ləkum, li ön qoşma, üçün mənasındadır və ya a, ya mənasındadır. Kum, bitişən əvəzlikdir, kişi cinsindədir, üçüncü şəxslərdə və cəmdədir. Mə səəltum, mə burada nisbi əvəzlikdir, nə mənasındadır. Nə, səəltum, siz soruşduğunuz şey deməkdir. Və səəltumun başqa mənası da siz axtardığınız şey mənasında da burada tərcümə etmək olar. Və duribət aleyhimuz zillətu vəl məskənə və burada tərcüməsini verək, mənalarını verək. Duribət aleyhimuz zillətu vəl məskənə. Onlara